Salam değerli izleyicilerim. Uzun zamandır video paylaşmırdım. Buna sebep olarak evde baş verən təmir prosesi ilə əlaqədar idi. Əslində videolar çəkirdim. Sadəcə onu editləyib paylaşmağa zaman qalmırdı. Və istədim ki, sizə də təmirdən qısa bir belə deyək, epizodlar, belə qısa videolarla necə bir təmir etdirdiyimizi bölüşüm. Əslində bu videonun birinci hissəsidir. İkinci hissədə sizə daha belə ətraflı bir məlumatlar verəcəyim. Hələlik qısa olaraq bu videolarla kifayətlənin. Deməli, bizim evimizdə hamam vanna otağı birinci mərtəbədə olduğu üçün biz biraz çətinlik çəkirdik. Ona görə də belə qərara gəldik ki, otağın bir hissəsini məhz hamam otağı üçün ayıraq və çalışdıq ki, az bütçə ilə çox bir iş görə bilək və belə bir demək vanna otağı ərsəyə gətirdik. Hələlik bu videonun bir hissəsidir. İkinci hissədə videonun tam versiyasını görəcəksiniz. Bundan sonraki videom hamam otağı üçün aldığım aksesuarlardan ibarət olacaq. Gələn videolarda görüşənədək hələlik. Bu videonun davamını ve bundan sonraki videolarımı kaçırmamak için kanalıma abone olup bildirimleri açık etmeyi unutmayın.